Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Ümid edirəm hər şey qaydasındadır. İmtahanlarınıza var gücünüzlə hazırlaşırsınız. Buna heç şübhəm yoxdur. Deməli, bugün Aynurə Həmidovanın listening və reading hissəsinə aid, bölməsinə aid 9 sualdan ibarət bir quizin təqdim edirəm sizə. Deməli, hamısına şamil eləmirəm, amma əksər abituriyentin zəif nəticə göstərdiyi hissələr bu dinləmə və oxu materiallarıdır. Mən maksimum çalışacağım bu tip testləri rahat işləməyin yollarını sizə izah edəyəm. Təbii ki, yəqin ki, danışdıqlarımı böyük əksəriyyətin bilirsiniz, amma yenə də deməkdə fayda var. Deməli, birinci başlayırıq dinləmə mətnləri haqqında qeydlərimizə. Birinci məsələ nədir? Birinci məsələ çoxlu söz ehtiyatımızın olmasıdır. Yəni, xüsusilə orta məktəb sözlərini mükəmməl əzbərləyin, yoldaşlar. Yəni, mütləq əzbər bilmək lazımdır və doğru tələffüz forması ilə. Çünki bəzən olur ki, abituriyentlər kitabda söz nətər yazılırsa elə o formada da tələffüz edir. Bu yanlış bir yanaşmadır. Çünki dinləmə mətnində o yazıldığı kimi deyilmir. Yəni, doğru tələffüzü orada sən eşitmiş olursan. Ona görə özümüzə problem yaratmırıq. Çoxlu söz əzbərləyirik və çoxlu bu tip tapşırıqlar edirik. Yəni, dinləmə test tapşırıqları vərdiş tələb edən məsələ. Yəni, sən çoxlu işləməlisən ki, bu vərdiş səndə yaranmış olsun. Mən çoxlu söz ehtiyatım var, mən yaxşı bilirəm sözləri. Amma sən əgər çoxlu, belə deyək, çox işləməmisənsə bu dinləmə mətnlərin, bu sənin çox söz bilməyin sənə o qədər də faydalı olmaya bilər. Ona görə də həm çoxlu söz əzbərləyirik, həm də eyni zamanda çoxlu təcrübə qazanmış oluq. Yəni, çoxlu bu tip tapşırıqları eləmiş oluq. Deməli, belə. Bir də bəzi başqa xüsusi qeydlər var, mən sizə deyəcəm, yadınızda saxlayırıq. Birinci, şərtləri doğru tərcümə eləməyimizdir, yoldaşlar. Yəni, true'dur, false'dur, correctdir, incorrectdir, doesn't go'dur, nə bilim, wrong'dur, false'dur. Bunları yaxşı-yaxşı bilmək lazımdır, yəni diqqətli olaq. İmtahanda vərəqinizi, yəni belə deyək, imtahan kitabçanızı açandan sonra hansı ki, icazə verəcəklərə bir kontrol eləyin dinləmənin, mətnin. Mütləq birinci olaraq mətndə açar sözlərin altından xətt çəkirik. Məsələn, bunlar nə ola bilər? Only ola bilər, all ola bilər, most ola bilər, a few ola bilər, few ola bilər, a lot of ola bilər. Sonra ola bilər testin tapşırığı sual formasında olsun, when-lə, what time-lə sənə sual verə bilərlər. Mütləq şəkildə orada onun altından xətt çəkin ki, dinləyəndə tam ora fokuslana biləsiniz. Adam adlarının altından xətt çəkin. Bəzən olur ki, testlərdə, məsələn, tutaq ki, 3-cü ya da 4-cü sualda ya da 2-ci sualda bütün variantın hamısı rəqəmdən ibarət olur. Məsələn, 2005-ci il, 2006-cı il, 2008-ci il. Durub orada 2000-i eşitməyə enerji sərf eləmir. Onsuz da hamısında 2000-dir. Sən sadəcə o sonluğu, belə deyək, dinləməyə hazır ol. Buna xüsusilə fikir vermək lazımdır. Adam adlarının altından, fəsillərin altından xətt çəkin ki, eşidəndə daha az vaxt sərf eləyə biləsiniz. Deməli, nə edirik? Birinci, mən istəyirəm ki, bax, bu gördüyünüz dinləmə mətnini 2 dəfə sizə dinlədəm. Birincini rahat-rahat dinləyin. İkincini də dinləyəndə artıq mən mausu həmin o cavabların üzərində gəzdirəndə siz artıq biləcəksiniz ki, artıq o zamanda, o anda həmin o dinləmə mətnində doğru cavab səslənmiş olur. Deməli, belə. Listen to the passage and answer the questions 1 to 4. Sanjay Kapoor, a famous Indian billionaire and polo enthusiast, died suddenly during a high-profile match in England. The 53-year-old businessman was playing in the Queen's Cup tournament when he unexpectedly collapsed. Eyewitnesses said he was riding his horse when he appeared to struggle with breathing and fell. Medical teams rushed to the field, but he could not be saved. Some reports suggest that a bee sting may have triggered a fatal reaction. Kapoor was well known not only for his leadership in the automobile industry, but also for his glamorous lifestyle. He often attended international events and had close ties to royals and celebrities. His sudden death shocked many across the world. Friends described him as energetic, passionate, and full of life, a man who lived every moment like a celebration. İmtahanda birinci ilə ikincinin arasında 2 dəqiqə vaxtınız olacaq və siz təkrar olaraq onu kontrol etməlisiniz. Deməli, bir də bir şey qeyd edim sizə. Yəni, bu 1 dəqiqə 11 saniyəlik
bir mətn idi də, audio skript idi. O demək deyir ki, elə sırayla birinci biri deyəcək, sonra ikini deyəcək, sonra üçüncü deyəcək. Elə bir şey yoxdur. Varsa da çox istisna hallarda olur. Məsələn, ola bilər ki, birinci birinin cavabını deyər, sonra gələr true false-da 4.2-ni deyə bilər, sonra 4.3-ü deyə bilər, sonra gələr məsələn 2-nin cavabını deyə bilər. Yəni özünüzü ona hazırlayın. Bir də bu üçüncü test tapşırığı var. What is the passage mainly about? Mətn nə haqqındadır? Yəni eşitdiyiniz bu tekst nə haqqındadır? Bunu yəni istəsəz belə düşünmürəm ki, birinci dəfədə siz yaza bilərsiniz. Mütləq onu ikinci dəfədə yazırsınız və nəyə fikir verməlisiniz? Orada ola bilər ki, mətnin içərisində məsələn bax dinlədiyimizdə nə var idi? Bir idmançıdan, idman yarışından danışır, bir məşhur adamdan danışır, nə bilim ölməsindən danışır, insanların şok olmasından danışır və s. və axır. Yəni burada fikir verirsiniz, konkret olaraq bir nöqtənin üzərinə gedirlər. Amma bu sadaladıqlarının hamısını bu birləşdirsəniz bu parçaları ortaya bir ortaq nöqtə gələ bilər. Məsələn, hansısa bir dinləmə mətnində sən futbol eşidə bilərsən, futbolçunun adını eşidə bilərsən, hansısa bir tenisçinin adını eşidə bilərsən, yaxud da tenis idmanı haqqında orada bir qeyd gedə bilər və yaxud da idman və sağlamlıqla bağlı nəsə ola bilər. Ümumi mənanı çıxardırsınız. Yəni o deməkdir ki, sən birinci futbolu eşitmisənsə, mütləq şəkildə orada cavab futbol olacaq. Xeyr, elə bir şey yoxdur. Əsas məsələ nədir? Ümumi mənanı çıxartmaqdır. Deməli, indi mən nə edirəm? İndi ikinci dəfə bunu təkrar qoşacağam və siz dinləyəcəksiniz. Mən də mausu doğru cavablar eşidilən anda cavabların üzərində hərəkət elətdirəcəm. Getdik. Listen to the passage and answer the questions 1 to 4. Sanjay Kapoor, a famous Indian billionaire and polo enthusiast, died suddenly during a high-profile match in England. The 53-year-old businessman was playing in the Queen's Cup tournament when he unexpectedly collapsed. Eyewitnesses said he was riding his horse when he appeared to struggle with breathing and fell. Medical teams rushed to the field, but he could not be saved. Some reports suggest that a bee sting may have triggered a fatal reaction. Kapoor was well known not only for his leadership in the automobile industry, but also for his glamorous lifestyle. He often attended international events and had close ties to royals and celebrities. His sudden death shocked many across the world. Friends described him as energetic, passionate, and full of life, a man who lived every moment like a celebration. Yoldaşlar, deməli, ikinci tapşırıq əslində çox rahatdır. Niyə? Çünki orada başlayır, adamın adı başlayır, was well known not only for his success in business, but also deyəndə artıq sən qələmi əlində tutmalısan ki, cavab bu dəqiqə gələcək. Cavabımız buydu. Yəni, rahatdır yazmaq, durub fikirləşiləcək bir şey yoxdur. Sadəcə doğru izləmək lazımdır o cümləni, o hissəni. Ona görə, məsələn, 2-də cavabımız deyil. Sonra fikir verdiniz, orada 53 dedi, amma burada cavab 63 yazır. Biz buna true deyə bilmərik, biz buna false deməliyik. Və yaxud da 4-ün cavabı orada keçir. Məsələn, 4.3-ün cavabı orada yoxdur. Çünki onun ölümünün səbəbi konkret olaraq qəbul olunmuyor. Yəni, aydın deyil ki, konkret olaraq falan məsələdən öldü. Sonra, bu birdə C variantındakı hissə orada getdi, 2-ni dedim, 3-də də mətnə başlıq verir. Yəni, söhbət hansısa Hindistan biznesmeninin idmandakı uğurundan getmir. Məsələn, orada hansı bir uğur var imiş ki, məsələn, mətndə ola bilər ya, idmanda uğurlu olsun, nələr olsun. Amma sən dinləyəndə onun o uğurlarını sadalanmışsa, sən durub deyə bilmərsən ki, burada söhbət bundan gedir. Burada adamın haqqında onun ölümüdür, nə bilim, medical supportun gəlməyidir, artıq gecə olmağıdır, ölməyidir, dostların bunun haqqında nələrsə danışmaqdır. Yəni, qısası ümumi bir məna çıxardırsan burada. Yəni, fərdi olaraq yanaşmırsan. Bu belə. Ümid edirəm azdan çoxdan nəsə öyrətmiş oldum bu dinləmə mətnində. Yenə də deyirəm, uşaqlar, mütləq çoxlu söz əzbərləyirsiniz və çoxlu da işləyirsiniz bu tip testləri. Yəni, başqa yolu yoxdur. Məsələn, müəllim desin ki, yox, mən ancaq səhərdən axşama kimi sağ bunu izah edəcəm, sən gedib dinləməni doğru yazacaqsan, bu o qədər də real görünmür. Çünki sənin sözə ehtiyacsın yoxdursa və sən özün işləmirsənsə üzərində, demək ki, o qədər də effektli olmayacaq. Hə, müəllim uzaq baş deyə bilər ki, mətnə başlıq verəndə ümumi mənanı verin və yaxud da deyə bilər ki, ikinci sualı diqqətli olun.
Bu həm müəllimin hansısa bir yol göstərməsi ola bilər, amma bu o demək deyil ki, sən sakitcə durasan və sözü əzbərləməyəsən, müəllim nə deyəcək və sən də gedib onun hamısını düz yazasan. Belə bir şey yoxdur. Ona görə biraz canımıza əziyyət verməliyik biz. Gələk çıxaq oxu mətnlərinə. Əslində düşünürəm ki, oxu mətnlərini işləmək o qədər də çətin deyil. Bəzən olur ki, abituriyentlərin bir çoxu bunu özləri üçün problem yaradır. Mən tövsiyə edirəm ki, mətni başdan ayağa kimi hərfi tərcümə etməyəsiniz. Bu həm vaxt itkisi ola bilər, həm də çox nadir uşaqlar ola bilər ki, bunun şey olar da, yəni hamısını mükəmməl tərcümə edə bilsin. Mən sizə onun ən qısa yolunu deyim, yoldaşlar. Yenə də birinci başlayıram, şərtə fikir verin. Baxın, false var, doğrudur. Mətnə başlıq ver. True, false var, yenə də burada true var. Yəni doğrunu tap. Yəni birinci şərti düzgün tərcümə eləmək lazımdır ki, doğrunu axtar dediyində durub gedib yanlışı tapmayasan. Yenə də 5-i saxlayıram sonra, yenə çünki mətnə başlıq verin deyir. Baxaq 2-yə. Burada səhv istəyir. C variantını işarələmişəm burada. Bax, fikir verirsiniz, all students. İndi gəlin, fikir verirsiniz, most students also yazıb. Yəni, all bütün hamısı deməkdir, most əksəri deməkdir. Yəni, bütün deyirsə, bu biraz şübhəli olmalıdır da. Amma mətnin özündə nə deyir? Əksər şagirdlər. Əksər deyirsə, o demək deyil ki, bu hamıya şamildir, hamıya aiddir. Deməli, orada bir istisna qrup var. Ona görə biz bunu doğru götürə bilmərik. Çünki mətnin özündə əksər veriblər, amma cavabda bütün şagirdləri deyiblər ki, bu da yanlışdır. Ona görə doğru cavabımız C variantıdır. 7-də eynən dinləmə mətninin ikincisi kimidir. Orada dinləyib yekunlaşdırırsan. Burada da daha rahatdır. Bir dənə bunu götürürsən buradan, qaçırsan mətnin üzərinə və çalışırsan tapasan. Aha, baxın da dırnağın arasında. Fikir verirsiniz. Buradan gəldin, cavab prepare for the exams. Amma buradakı variantların heç biri məsələn oraya uyğun gəlmir. Ona görə C variantı düzdür. 8-də yenə də when varsa xüsusi diqqətli olursunuz. Deməli, Yaponiyada təhsil ilinin, tədris ilinin nə vaxt yekunlaşır deyə sual verir. Gəlirik, fikir verirsiniz. Ends in March. Cavab B variantı. Çox rahat. Amma sən durub bunu tərcümə eləməyə çalışsaydın, bəlkə də hələ mətni qurtarmamışdın. Amma fikir verirsiniz, biz artıq yekunlaşırıq. 9-da yenə doğrunu axtarırıq. Səhvlərin üzərinə gedib çox da vaxtımızı almayaq. Məsələn, fikir verirsiniz, onların burada üstündən xətt çəkmişəm, yəni işarələmişəm. Çox təhlükəli cavablar olur. Heç vaxt diqqətsizlik eləməyin bu only-də, more-da, most-da, many-də, a lot of-da. Məsələn, 9-a baxaq. Education is compulsory for 9 years in Japan. Fikir verirsiniz, baxın, eyni cümlədir. Nə istəyir bizdən? Doğrunu istəyir. Deməli, bir doğrudur. 3-də teachers are highly respected in Japan. Müəllimlərə Yaponiyada yüksək hörmət bəslənilir. Yəni, müəllimlərin yüksək hörməti var. Məsələn, belə bir şey. Deyə, baxın. Əndə qədər olan hissəyə baxın. Deməli, doğru cavabımız nə oldu? 1-3. Yəni, mətni belə işləsəz daha faydalı olur, uşaqlar. Ümid edirəm nəsə bir xüsusi bir bacarıq formalaşdırmaq üçün nələrsə ötürə bildim sizə. Nəsə sualınız olsa mütləq şəkildə verin, çəkinməyin. Uğur arzulayıram sizə, zehin açıqlıq arzulayıram. Bir də bayaq demişdim, bir də deyirəm, əgər kimlərsə kanala abunə deyilsə, zəhmət olmasa kanalımıza abunə olsun ki, çoxlu stimul, çoxlu test çəkib paylaşmaq deməkdir. Qeyd edeyim onu da. Belə, özünüzə yaxşı baxın.